Bugün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil vəfat edib. Nazirliyin Bakı Regional Mərkəzinin növbəçi hissəsinin rəisi polkovnik leytinant Rəşad Namiqoğlu Həsənovun səhhəti qəfil pisləşib. O, dərhal mərkəzin tibb məntəqəsinə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 18 ildir Fövqəladə Hallar Nazirliyində xidmət edən Rəşad Həsənovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna aparılıb. Biləsuvarda Melioratorlar qəsəbəsindəki yaşayış binasında yanğın baş verib. Hadisə 1971-ci il təvəllüdlü Xatirə Əliyevaya məxsus ümumi sahəsi 35 kvadrat metr olan 2 otaqlı mənzildə qeydə alınıb. Ev əşyaları ilə birlikdə tamamilə yanıb. Xəstə vəziyyətdə olan ev sahibi və onun yaşlı anası qonşuların köməyi ilə yanğından xilas ediliblər. Ailənin məktəbli üzvü Arzu hadisə ilə bağlı bunları bildirib. Mən anama və nənəmə baxıram. 2 qardaşım var. Onlardan biri psixoloji problemlərə görə xəstəxanada müalicə alır. Digəri isə müddətdən artıq hərbi qulluqçudur. Ev almaq üçün pul toplamışdı, onun pulu da yanıb. Yanğın hadisə yerinə gələn yanğından mühafizə bölməsinin əməkdaşları tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.